Xoş gördük, salamlayıram hər kəsi. Mən Murad Nağızadə Ağabaloğlu. 2000-ci ildə Bakı şəhərində anadan olmuşam və mənim bu sənətə gəlişim elə uşaqlıqdan deyərdim ki, baş verib. Elə gözümü açandan, özümü dərk eləyəndən elə nağara səsi ilə böyümüşəm. Çünki mənim ustadım, atam Ağabala Nağıyev bu sənətin deyərdim ki, ustadlarındandır. İllərdir ki, müəllim kimi fəaliyyət göstərir və mən də ilk dəfə olaraq elə atamın sinifində təhsil almağa başlamışam. Deməli, ilk təhsilim 2010-cu ildə Əhmədlidə yerləşən Süleyman Ələsgərov adına bir saylı uşaq incəsənət məktəbində baş vermişdir və hətta onu demək istəyirəm ki, bu sənətin çətinliklərini atam nəzərə alaraq istəyirdi ki, məni bu sənətə deyil, skripka sənətinə yönəltsin və məni elə bir saylı uşaq incəsənət məktəbində işləyən Elçin müəllimin sinifinə apardı və həmin sinifə biz gedəndə müəllim mənim suluxumu yoxladı və suluxumu yoxlayandan sonra mənə söylədi ki, elə bu uşaq nağara çalmağı daha məsləhətlidir, daha uğurlu olar və elə oradan o sinifdən çıxandan sonra elə atam məni bir saylı uşaq incəsənət məktəbində öz sinifinə, nağara sinifinə yazdırdı və belə-belə mənim bu sənətlə deməli ilk tanışdıqlarım, ilk addımlarım başladı və həmin məktəbin direktoru Vaqif Abbasova öz təşəkkürümü bildirirəm ki, həmin oxuduğum dövrdə mənə çox dəstək olmuşdu. Bütün tədbirlərdə, konsertlərdə, festivallarda, yəni mənə orada bir yer ayırmışdı ki, mən hər zaman konsertlərdə, tədbirlərdə ifa eləyim, özümü göstərim və 2015-ci ildə musiqi məktəbini bitirdim və öz istəyimlə Asif Zeynallı adına musiqi kollecinə daxil oldum və həmin kollecdə Təhmasib Məmmədovdan təhsil aldım 4 il və Təhmasib müəllimə də öz təşəkkürümü bildirirəm ki, nağara sənətinin sirlərini mənə öyrətdi, not təhsilini daha da məndə inkişaf elətdirdi və həmin illərdə də mən Asif Zeynallı adlı musiqi kollecində tədbirlərdə, konsertlərdə iştirak edirdim və Nazim müəllimə də öz təşəkkürümü bildirirəm. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Ağaverdi Paşayevin uşaq orkestrində ifa eləyirdim. Ağaverdi müəllimə də böyük təşəkkürlər edirəm ki, mənə hər zaman dəstək olub. Həmin orkestrla mən demək olar ki, bir çox şəhərlərdə, bir çox rayonlarımızda, tədbirlərdə, konsertlərdə iştirak eləmişəm. Filarmoniyada orkestrla bərabər, xalq çalğı orkestri ilə bərabər solo ifa etmişəm. Yəni bu mənim üçün həmin dövrlərdə çox qürur verici, çox şərəfli idi konsertlərdə solo ifa etmək və daha sonra 2018-ci ildə Azərbaycanda ilk dəfə keçirilən Qavaldaş ritm müsabiqəsinin Qran Pri mükafatçısı olmuşam. Bu mənim üçün həqiqətən də çox məsuliyyətli, çox necə deyim, qürur verici bir hiss idi ki, ilk dəfə keçirilən ritm müsabiqəsinin Qran Pri mükafatçısı olmaq və bundan sonra həmin müsabiqə davam etdi. Daha sonra beynəlxalq oldu, beynəlxalqda da iştirak elədim, laureat oldum və bunlar hamısı mənim sənət səhifəmə yazıldı. Və 2019-cu ildə Azərbaycan Dövlət və Mədəniyyət İncəsənət Universitetinə qəbul oldum və qəbul olduğum ildə də elə Təhmasib müəllimdən dərs aldım universitetdə də. Təhmasib müəllim mənim həm kollecdə, həm İncəsənət Universitetində müəllimim, ustadım olub. 2019-cu ildə qəbul oldum, təhsil aldım və həmin təhsil həyatımda mənə çox şeylər öyrətdi, qazandırdı. Nə bilim, yaxşı müəllimlər, yaxşı dostlar, yaxşı musiqi. Yəni mən bunları hamısını İncəsənət Universitetində gördüm və elə İncəsənət Universitetində də bir çox tədbirlərdə, konsertlərdə iştirak etmişəm və rektor Ceyran xanıma da öz təşəkkürümü bildirirəm. Və mənim üçün yəni həmin illər çox uğurlu olmuşdu və daha sonra 2023-cü ildə həmin universiteti, İncəsənət Universitetini bitirdim və bitirdiyim ildə də
Azərbaycan Dövlət və Mədəniyyət İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin xanım Qaralova məni Humanitar Kollecə müəllim olaraq dəvət etdi və mənim üçün çox sevindirici hal idi ki, bu kollecdə nağara sinifi ilk dəfə açılırdı və ilk dəfə açılan dövrdə də məni müəllim kimi dəvət etdi. Və 2023-cü ildən müəllim kimi fəaliyyətə başladım. Bu mənim üçün həqiqətən də şərəflidir ki, gənc yaşımda, 23 yaşımdan elə universiteti bitirdiyim ildən müəllim kimi işləmək həqiqətən çox şərəfli, çox məsuliyyətlidir. Əslində mənim üzərimə böyük bir məsuliyyət düşür ki, gənc ikən müəllim işləmək, gənclərə yön göstərmək, müəllim olmaq, yəni bu çox şərəfli məsuliyyətlidir. Yəni mən də üzərimə düşən yükü çalışıram ki, öhdəsindən gəlim və öz tələbələrimə bildiklərimdən, ustadlarımızdan öyrəndiklərimdən mən də aşılayım, onlara doğru yol göstərim. Və bu özüm təhsil aldığım dövrdə də deməli Respublikanın əməkdar artisti Kamran Kərimovdan da dərs almışam. Kamran müəllimdən çox bəhrələnmişəm. Sağ olsun ki, mənə hər zaman dəstək olub, kömək olub. Yaxşı ki, Kamran müəllim kimi böyük sənətkarlarımız var və daha sonra zərb alətləri ifaçısı Respublikanın əməkdar artisti Tofiq Cabbarovdan dərs almışam. Tofiq müəllim də hər zaman öz tövsiyələrini, öz bildiklərini mənlə bölüşüb və mən də çalışmışam ki, həmin öyrəndiklərimi öz ixtisasımda daha da təkmilləşdirim, daha da yaxşı səviyyəyə gətirim, çıxardım və bunlar hamısı mənim həyatımda böyük rol oynayıb indiyə qədər və mən də çalışıram ki, bundan sonra öyrəndiklərimi özüm işlədiyim müəllim dövründə öz tələbələrimə öyrədim, aşılayım. Çünki nağara sənəti çox böyük inkişaf eləyir və biz də çalışırıq ki, bu sənəti daha da yaşadaq, daha da şaxələndirək. Çünki bu sənət yaşamalıdır, Azərbaycan nağarası yaşamalıdır və 21-ci əsrdə yaşayırıq və bu əsrdə düşünürəm ki, nağara alətini dünyaya tanıtmaq, yəni bizim boynumuza düşən bir yükdür və hər bir deyərdim musiqiçi, hər bir ritm ifaçısı bu məsuliyyəti dərk edərək bu sənətə yanaşmalıdır ki, bu sənət bizdən sonra da yaşasın. Mən bir kollec müəllimi olaraq demək istəyirəm ki, kollecə gələn uşaqların səviyyəsi ilk öncə musiqi məktəblərindən başlayır və onlar musiqi məktəbində ilk öncə nağara sənəti ilə tanış olurlar. Böyüklərdən üzr istəyirəm. Çünki musiqi məktəbindən gələn uşaqlarda bəzən görürsən ki, nələrsə çatışmır, hansısa cəhətlər çatışmır. Yəni, əgər o uşaq kollecə qəbul olursa, bu uşaq burada artıq notla bu uşağın tanışlığı olmalıdır, fortepianoyla ifadan xəbəri olmalıdır ki, bu uşaq artıq kollecdə hər hansısa bir notu uşağa tərtib eləyəndə, o uşağa notu göstərəndə bu uşaq notu ifa eləyə bilsin, xəbəri olsun ki, burada söhbət nədən gedir, necə başlamaq, necə bitirmək lazımdır, terminlərdən, notlardan, nə bilim, ölçülərdən, fortepiano ilə ifadan mütləq ki, xəbəri olmalıdır və bu da təbii ki, təməldən gəlir. Təməl də musiqi məktəbidir və musiqi məktəbində işləyən müəllimlər də bu kimi hallara nəzarət etsələr çox gözəl olar ki, o uşaqlar bizim gələcəyimizdir. Yəni, biz onlara necə yol göstərəriksə, onlar da elə davam eləyərlər. Çünki bizim özümüz də zamanında, mən də təhsil alanda mənim də çox yol göstərənlər olub. İndi də mən yenə də maraqlanıram, yenə də çalışıram ki, öz bilik sahəmi genişləndirim və buna görə də istərəm ki, bizdən sonra gələn uşaqlar da savadlı kadrlar olsunlar. Yəni, çünki artıq 21-ci əsrdə yaşayırıq. Hər şey demək olar ki, sistemləşib, hər şey təhsil üzərində qurulub, təkcə ifaçılıqla bitmir. Bu uşağın not səviyyəsi, not bilikləri, nə bilim, musiqi nəzəriyyəsi bilikləri heç olmasa müəyyən
müəyyən səviyyədə olmalıdır ki, bu uşaq nə bilim xəbəri olsun dünyadan, musiqidən, ritmdən. Yəni bunlar hamısı da təməldən gəlir. Müəllimlər təməli gözəl etsələr, uşaqlara sevgi ilə ciddi yanaşsalar, düşünürəm ki, bu uşaqlar da bu sənətin dərinliklərini öyrənərlər və kollecə qəbul olanda artıq uşaqların notdan, nə bilim, musiqidən az da olsa anlayışları olar ki, bizdən sonra da bu uşaqlar universitetə qəbul olanda universitet müəllimləri də görsünlər ki, bu uşaqlar bilikli gəliblər. Yəni bu uşaq kollecdən universitetə qəbul olursa, bu uşağın artıq əsərlərdən, musiqi əsərlərindən, notdan, fortepiano və ifadan mütləq ki, xəbəri olmalıdır. Və bunlar hamısı da müəllimlərin üzərinə düşən bir yükdür. Mən də onu deyə bilərəm ki, biz də çalışaq ki, üzərimizə düşən bu yükü məsuliyyətlə daşıyaq və uşaqlara doğru düzgün yol göstərək. Xüsusən bir şey qeyd etmək istəyirəm ki, istər məktəbdə, istər kollecdə, istər universitetdə oxuyan bütün tələbələr bir ifaçıdırlar və ifaçılığın da ən mühüm cəhətlərindən biri odur ki, ifaçılığın təməli, quruluşu düzgün olmalıdır və quruluş dediyimiz nağara alətində ilk öncə bunun səhnə mədəniyyəti, oturuş qaydası və əllərdən istifadəsidir və bir nağara ifaçısı bilməlidir ki, hər düşdüyü mühitdə həmin mühitə uyğun ifa etməyə bacarmalıdır, əllərindən istifadə etməlidir. Məsələn, bu nağara ifaçısı konsertdə də ifa eləyə bilər, hər hansısa bir mahnı zapisində ifa eləyə bilər, toyda da ifa eləyə bilər, nə bilim, tədbirdə də ifa eləyə bilər və həmin ifalara uyğun öz əllərindən istifadə etməyi bacarmalıdır. Çünki sən əgər əlindən doğru düzgün istifadə etmirsənsə, nə doğru düzgün səs ala biləcəksən, nə də ki, ifanı gözəl təqdim edə biləcəksən. Çünki ifanın ilk başda gözəlliyi alətdən aldığın səsdir. Yəni səs nə qədər gözəl, təmiz olarsa, sənin ifan da bir o qədər mükəmməl olar və ona görə də ifaçı ilk öncə bu səsə, postanovkaya, quruluşa mütləq ki, riayət etməlidir. Həm bu bizim sağlamlığımızdır, çünki biz əllə ifa eləyirik. Nə qədər əlimizi səhv, doğru düzgün ifa etməsək, bir o qədər bizim əllərimiz zədə görür, bir o qədər nə bilim zədələrlə üzləşirik. Yəni ona görə çalışmaq lazımdır ki, bütün təhsil alan ifaçılar ilk öncə bu quruluşa mütləq ki, riayət etsinlər. Orta zərbə, qıraq zərbə, alt əl, üst əlin bir-biri ilə eyni zamanda səslənməsi, ikisinin də doğru düzgün səslənməsinə mütləq riayət etmək, həmin yerə gəlib doğru düzgün səsi tapmaq üçün yaxşı məşqlər etmək, ağır məşqlər etmək lazımdır ki, sən artıq o ağır məşqlərdən sonra hər hansısa bir məclisə, hər hansısa bir tədbirə düşəndə artıq hiss eləyəcəksən ki, sən özünə daha güvənirsən, daha yaxşı ifa eləyirsən və daha yaxşı səs alırsan alətdən və bunlar hamısı təməl və sənin sonradan üzərinə düşən məşqlərin, ağır məşqlərin sayəsində olur. Və bir nüansı xüsusən qeyd etmək istəyirəm ki, məşqlərdə biləyə daha çox önəm vermək lazımdır. Biləklə ifaya daha çox önəm vermək lazımdır ki, bu məşqlər əsasında sənin biləyin daha da inkişaf edəcək və o məşqlərdən sonra hər hansısa bir məclislərdə, hər hansısa bir tədbirlərdə sən artıq biləklə ifa etməyi daha da yaxşı, mükəmməl şəkildə bacaracaqsan və bu da biləklə ifa etmək yəni bizim xeyrimizədir ki, yəni bizim fiziki olaraq özümüzü daha çox gücə salmırıq. Təbii ki, müəyyən xırdalıqlar, müəyyən hallar olur ki, biz fiziki gücümüzdən, qol gücümüzdən istifadə edirik. Yəni bu normaldır. Amma ilk başdan, yəni mütləq şəkildə, yəni biləkdən istifadə qaydasını mütləq şəkildə bilmək lazımdır ki, davamlı şəkildə yorulmadan ifa edə biləsən. Bildiyiniz kimi mənim ilk ustadım atam Ağabala müəllim olub və bu səviyyəyə gəlib çatmağımda, uğurlu olmağımda atamın böyük rolu var və hər şeyi atama borcluyam və yaxşı ki, mənim bu sənət
sənətə yönəldib və mən bu sənəti həqiqətən də sevərək məşğul oluram və bu sevgi nəticəsində də hətta gənc yaşlarımdan 13 yaşımdan artıq mən toylarda ifa edirdim və atam mənə harda, necə, nə cür ifa etmək lazım olduğunu başa salırdı, öyrədirdi və indi də hətta evdə də hal-hazırda da məsələn hardasa ifa eləyirəmsə, mənim nə səhvim olursa, onları mən atamla bölüşürəm, onları mənə izah edir. Çünki hər birimizin ustad tövsiyəsinə ehtiyacı var, ustadların tövsiyəsinə ehtiyacı var. Çünki bizim də ustadlarımızın ustadları var. Biz bu sənəti baxa-baxa, öyrənə-öyrənə gəlirik və mən mütləq şəkildə istəyirəm ki, ustadlarımızı qeyd edim, yəni onları qeyd etməsək olmaz və tədrisdə də mən çalışıram ki, öz tələbələrimə bütün ustadlarımızın adını çəkim, onları tanısınlar, onları dinləsinlər. Çünki qulaq asmaq, dinləmək, hər kəsdən bəhrələnmək mütləq şəkildə vacibdir. İlk dəfə nağara sənətində əməkdar artist adını layiq görülmüş Çingiz Mehdiyev Qobustan Qayadaşlarında ifa etmişdir. Yəni daha sonra böyük sənətkar Zöhrab Məmmədov Azərbaycan nağara sənətində böyük bir iz qoymuşdur və indi də baxırıq, indi də bəhrələnirik. Allah bütün ustadlara, dünyasını dəyişmiş ustadlara rəhmət etsin. Qalan ustadlarımıza da can sağlığı arzulayıram. Gülağa müəllim nağara ifaçılıq sənətində böyük rolu var. Allah rəhmət etsin. Rasim müəllim, yəni adını çəkdiyim bütün ustadlarımızın hər birinin özünə məxsus bir rolu vardır. Elşən müəllim Qasımov, Respublikanın əməkdar artisti Kamran müəllim Kərimov və Azərbaycanda ilk dəfə xalq artisti adına layiq görülmüş nağara ustadı Natiq müəllim Şirinov Azərbaycan nağarasını dünya səhnələrinə çıxartmış və dünya arenalarında təmsil etmişdir, bütün ritm festivallarında təmsil etmişdir və bu Azərbaycan nağarasının uğurudur və biz ustadlarımıza həqiqətən borcluyuq. Mən öz müəllimlərimə, ustadlarıma həqiqətən borcluyam. Təhmasib müəllim, Şirzad müəllim, bütün bu sahədə əziyyət çəkmiş müəllimlərə böyük minnətdarlıq hissimi bildirirəm. Çünki ustadlar yaxşı ki var ki, biz gənclər ustadlara baxıb öyrənib bu sənəti bizdən sonra gələn gənclərə də doğru şəkildə yönəltməyi onlardan öyrənirik və təbliğ edirik. Çəkiliş əsnasıdır. Ola bilər ki, hər hansısa bir ustadın adı yadımdan çıxar, hər hansısa bir qeyd etmərəm. Amma hər birinə sevgimiz sonsuzdur. Hər bir ustadın qəlbimizdə yerləri tam ayrıdır. Yaxşı ki, ustadlarımız var və onlara baxıb öyrənirik. Sizin varlığınız, bu sənətdə iz qoymanız bizim üçün çox önəmlidir. Yaxşı ki, varsınız. Hər birinizə təşəkkür edirəm. Və son söz olaraq söyləmək istəyirəm ki, nağara sənəti, musiqi özü bir dəryadır. Nə qədər öyrənsək də bitməz. Bu dünyaya gələndən, sənətə başlayandan öyrənirik. Nə qədər ki, ömrümüz var, ömrümüzün sonuna qədər də öyrənəcəyik. Və biz də çalışmalıyıq ki, doğru düzgün informasiyaları öyrənək və tələbələrə də bu yöndə doğru düzgün informasiyalar ötürək. Çünki hər şey təməldən asılıdır və tələbələr də təməlləri doğru düzgün olsun ki, onlar da bizim gələcəyimizdir, nağara sənətinin gələcəkləridir. Yəni çalışmalıyıq ki, biz bunu doğru düzgün şəkildə informasiya ötürək ki, nağaramız, Azərbaycan nağarası əmin əllərdə olsun. Necə indiyə qədər əmin əllərdə olub, bizə qədər əmin əllərdə gəlib, böyük sənətkarlarımız, ustadlarımız olub və bizim də boynumuza, biz gənclərin də boynuna düşən bir yükdür ki, bu məsuliyyəti dərk edək və biz də bunu doğru düzgün şəkildə aparaq və özümüzdən sonra gələn nəsillərə də bu informasiyanı doğru düzgün şəkildə ötürək. Və bu çəkiliş üçün də Hüseyn müəllim
Sizə təşəkkür edirəm. Vaxt ayırmısınız və sizin işlərinizi izləyirəm, dəstəkləyirəm. Yaxşı ki, belə bir proyekt edirsiniz. Yəni bu çox sevindirici haldır. Azərbaycan musiqisi üçün, Azərbaycan nağarası üçün, gənclər üçün çox sevindirici haldır ki, yəni baxırlar, öyrənirlər, bəhrələnirlər və sizin bu gözəl hədiyyənizə görə də təşəkkür edirəm. Nağara nəzəri bilikləri və kitab ən dəyərli, ən gözəl hədiyyələrdən biridir. Ələxüsus da öz ixtisasımızla bağlı olan hədiyyədirsə, bu bizim üçün iki qat sevindirici haldır ki, bu nağara sənətinin uğurudur. Bu uğurla bağlı da Hüseyn müəllim, sizi təbrik edirəm. İnşallah uğurlarınız bol olsun. Nağara sənəti ilə bağlı nə qədər uğurumuz çox olsa, bir o qədər sevindirici haldır bizim üçün. Çünki insan əmin olur ki, nağaramız əmin əllərdədir və Azərbaycan nağarası Qafqazda, dünyada seçilir. Bu da bizim üçün böyük bir fəxrdir. Çünki başqa qonşu millətlər bizə baxırlar, öyrənirlər. Biz də kimlərəsə baxırıq. Amma bizim nağaramız çox şaxəlidir. Bizim nağara ifaçılarımız hərəsinin özünə məxsus yolu var. Bu bizim üçün çox sevindirici haldır ki, biz informasiyamız çoxdur. Çox ustadlara baxıb öyrənə bilirik və bu ənənəni də qoruyaq, saxlayaq və gənc nəsillərə də doğru düzgün şəkildə ötürək və hər kəsə bir daha təşəkkür edirəm. Vaxt ayırdınız, izlədiniz. Ustadlarımıza təşəkkür edirəm. Böyüklərimizdən üzr istəyirəm. Əgər hər hansısa bir yanlışım oldusa, üzürlü sayın. Bir daha təşəkkürlər. Sağ olun, özünüzə yaxşı baxın.